Ağdaşda bıçaqlanma hadisəsi baş verib. Hadisənin dekabrın 3-ü gecə saat 23 radələrində Ağdaş şəhər ərazisində qeydə alındığı bildirilir. 30 yaşlı Arzu Səfərli, 24 yaşlı Nicat Qafarova bıçaqla xəsarət yetirib və daha sonra hadisə yerindən uzaqlaşıb. Yaralı dərhal Ağdaş rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səy nəticəsində həyatını xilas etmək mümkün olub. Xəstə daxil olarkən kişi cinsli qarnın ön divarının və budun çoxsaylı kəsilmiş, deşilmiş yaraları. Xəstəyə zəruri tibbi xidmət göstərdiyindən sonra xəstə cərrahiyyə şöbəsinə təxliyə olunmuşdur. Hal-hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları davam etdirilir. İlham Əhmədov, Talih İbrahimov, Layiq Qələndərli, APA TV, Ağdaş.